Nə üstündə tutulduğunu bilirsən? Böhtana düşmüşəm. Keçi böhtanla. Keçi? Qonşum ifritə qarı haray saldı ki, güya mən onun keçisini aparıb meşədə kəsmişəm. Subut var mı? Axı mənim keçimin də rəngi onun keçisinin rəngində idi. Niyə məsuliyyətə cəlb olunubsan? Namus üstündə. Necə? Arvadımın oynaşı. Qolçamaq küçünün başını üzmüşəm. Arvadı yoldan çıxarmışdı əclaf. Bəxşişlərlə. Aha, səni mən yaxşı tanıyıram. Mənə böhtan atıblar. Deyirlər ki, ya biz müəllimlərin payını yemişik. Şikayətim filanım yoxdur. Siz özünüzü günahsız sayırsınız, eləmi? Bəli. Bəs kolxoz tayalarını kim yandırıb? Kim kəndi oda tutub? Kim kolxoz qarolçusunu öldürüb? Sonra da dağlara qaçmısan. Banditlərlə birlikdə silahlı hücumlar düzəltmisən. 2 milis nəfər öldürübsən. Bəli. Mən kolxozun düşməniyəm. Hamınızın düşməniyəm. Sənin kimlərlə söhbətimiz qısa olacaq. Allah mənə kömək olar. Sizdən aman gözləmir. Gözləmə də. Salamatov, yoruldun? Ümidimi kəsmirəm. Hökumət ayırd elər. Axı mən günahsızam. Danış görüm, hamısını danış. Bir qadamıza bir adam soxuldu. Keçmişdə muzdur saxlardı. Bala, 5 barmağın 5-i də bir olmur. Əkin vaxtı buğdanı seyrək səpərdi. Qalanlarını isə evində gizlədərmiş. Mən bədbaxt isə bu əhvalatı gec başa düşdüm. Taxıl seyrək çıxanda məni ittiham elədilər ki, mən toxum oğurlamışam. Zalim balası yalancı şahidlər tapdı. Kamilov da onlara inandı. Biz təkcə oğurlarla yox, onları gizlədənlərlə də mansız olacağıq. Əvəzini çıxsalar. Siz azadsınız, yoldaş Salamatov. İstintaq təzdən başlanacaq. Çox sağ olun. Mən inanırdım. Xeyr ola kızım. Ana, sizin sözünüz mehman üçün qanundur. Senin de sözün Züleyxa. Ana, ona deyin ki... Ne diyeyim? Çıxaq gedək də buradan. Ne danışırsın kızım? Mehman cemaatin teze hürmetini kazanır. Bu xarabada, mən burada qüssədən ölərəm. Niye böyle değilsin kızım? Hem o özü oxumayın siz Allah. Xoruzlarla, toyuqlarla yatıp dururuq. Lap bezmişəm. Rayonumuzun en qabaqçıl bir qədiri Salamatov yoldaşa. Eşq olsun. Salam Arif. Hem meşe evinde eşiğinde balalarımla xoşbaxt olasan. Ay Salamatov. Sağ ol azizim, çok razıyam. Çok sağ ol. Başında fit çalma. Bura senin için çöldük. Sağ sol her yan çöldü ki yoldaş Kamilov. Adam kimi sür. Lap ıspağa kimi sürünürse. Siz sürətli adamsınız yoldaş Kamilov. Ne çərəlliysən ha? Benim ömrüm at belində keçib. Bak Neyse ha? Neyse? Ay yaramaz. Kovacağım. İti kovan kimi kovacağım. Zəhmət çəkməyin. Özüm gedirəm. He? Yalvarmayın, qaydan deyiləm. Dağların başın qışda qaralar. Hey, sen eyleme. Beni harda koyup getirsen, ay vicdansız. Çölün ortasında sen ne sefer şoförsen.
Yoldaş Kamilo, məni də apararsınız? Özüm ilişib qalmışam yolda. Yoxsa texnika işləri körlüyüb? Yox, adamlar. Şoför harasa getdi, mən də tələsirəm. Bəs niyə ləngiyək ki? Mən də tələsirəm. Gedək. Ha? Mən hələ kluba da dəyməliyəm, uşaqlar çağırıblar. Mənə vallah sutka da çatmır, amma sizin əylənməyə də vaxtınız çatır. Yaxşı sürürsən maşallah. Şəhərdə öyrənmişəm. Ha, amma mən həmişə ağ belində olmuşam. Odur ki, maşın sürməyi öyrənə bilmədim ki, bilmədim. Sizə böyük bir rayon etibar eləyiblər. Mən sizə çoxdan demək istəyirdim, ancaq inciməyin. Bizim rayonumuzda nöqsan hələ çoxdur. Ehtiyatlı ol Kenan. Elə bil acıq verirlər. Siz də ovçusunuz? Xeyr, Əsl kişi ovçu olmalıdır. siz mənə cavab vermədiniz, yoldaş Kamilo. Nöqsanlar barədə. Tələsməyin. Rus demişkən, Sipryat Pavosmiçdə. Paosini. Əşi, nə fərqi var? Ey şoför, olmuyor bizim gəlini qaçırmaq istəyirsən. Təbrik edirəm Həsən kişi, Allah mübarək eyləsin. Qoyunların da həyatı sənin qalxozun kimi işıqlı, dövlətli, bərəkətli olsun. Hey, mən canımı əsirgəməyib, qılınc əlimdə Sovet hökumətini qurmaq üçün vuruşmuşam. Bax, bunlar üçün, bugün üçün Həsən kişi. Ömrünüz uzun olsun. Usta Kərim, çal, mənim havamı çal. Heyva gülü. Mən oynamağa bacarmıram. Doğru deyirəm, bacarmıram. Yox, yox, yox. Deyirəm, bilmirəm, inanmırsınız. Bacarmıram, bağışlayın. Belə. Hop. Hop. Həmişə belə sözə baxan olsaydı, bizim cəmaatda çox şey öyrənir. Sən heç bizim adətlərimizdə düzəməlli bilmirsən. El bunu bağışlama. Tələsməyin. Cücəni paizdə sayarlar. Thank you.